Salam, bu videoda tərtib etdiyim sualın izahına baxacağıq. Sualın izahına keçməmişdən əvvəl sizdən xahişim odur ki, kanala abunə olub like atasınız. Sualın şərtində uyğunluğu müəyyən etməyimizi istəyir. Birinci bənddə Azərbaycanda havanın temperaturu Afrikadakı Çaddan, yəni ölkə olaraq hər zaman daha aşağıdır və bəli, fikir doğrudur. Çünki biz mülayimdə, onlar isə tropikdə yerləşir və bu hər zamanda günəş demək tropiklər arasında zenitdə olduğu üçün oranı da daha çox işıqlandırır, eyni zamanda həm də çox istilik alır. Fikir doğrudur, qarşısına doğru yazıb bunu götürəcəyik. İkinci, Sagarmata Milli Parkının adı olduğu ölkə Budda sivilizasiyasına aiddir. Bu da Nepala aiddir bu milli park və Nepal da Budda sivilizasiyasına aiddir. Fikir doğrudur, qarşısını yanlış yazdığı üçün götürməyəcəyik, çünki sualın şərtinə uyğunluq istəyir. Üçüncü, xərsəng tropikində günəş zenitdə olarkən yerin cənub qütb ucu günəşə tərəf çevrilmiş olur. Fikir yanlışdır, çünki xərsəng tropikində 20,5 şimal enliyi sayılır və cənub qütb ucu deyil bu. Şimal qütb ucu olmalıdır, çünki günəşə tərəf meyilli olduqda şimal yarımkürəsi daha çox işıq istilik alır. Bu fikir yanlışdır, qarşısına yanlış yazıb deyə götürəcəyik. Dördüncü, Respublikamızda yağıntı 1000-1600 mm olduğu ərazilərdə təbaşir dövrün suxurlarına rast gəlinmir. Deməli, təxmini olaraq 1000-1600, məsələn, Astara çayının orta axarında rast gəlinir və burada da təbaşir dövrün suxurları var, amma burada rast gəlinmir deyir. Fikir yanlışdır, qarşısına doğru yazıb götürməyəcəyik. Beşinci, Menabey bölgəsində manqır meşələrin yayıldığı adada dəyişən rütubət meşələr təbii zonasına rast gəlinmir. Bu fikir də yanlışdır. Çünki Menabey bölgəsi bu sinif dərsliyində var. Səhv etmirəmsə 6-cı sinifin 2-ci hissəsindədir. Təzə dərslikdə 2024-də. Və orada da Madagaskar adasını nəzərdə tutur və Madagaskarın şərqi dəyişkən rütubətli, qərbi isə savanna seyrək, mərkəzi isə yüksək dağlıq, demək ki, təbii zonalardadır. Fikir deməli gəlinmir deyir, amma gəlinir. Fikir yanlışdır, qarşısına doğru yazıb deyə bunu da götürməyəcəyik. 6-cı, Şimal qütbündə qütb gündüzün başladığı tarixdə Günəş Sumatra adasının zenitdə olmur. Şimal qütbündə qütb gündüzün başladığı tarix 21 mart hesab olunur. 21 martdan etibarən Günəş şimala tərəf hərəkət edir və bir günü, daha doğrusu 4 günü 1 dərəcəyə gedir. Məsələn, 25 martda artıq 1 dərəcə şimal enliyində Günəş zenitdə olacaq. Bu zamanda 89 dərəcə şimal enliyində qütb gündüzü sayılır. Burada deyir ki, şimal qütbün özündə qütb gündüzün başladığı tarixdə Sumatra adasının zenitdə olmur. Xeyr, 21 martda Günəş ekvator üzərində zenitdə olur, Sumatra adasında ekvator xətti kəsir. Fikir yanlışdır, qarşısını yanlış yazıb deyə bunu da götürəcəyik. Sualımızın doğru cavabı 1, 3, 6-dır.